Sizin bizdən tam olaraq istəyiniz nədir? Nə Sən istəyirsiniz? bir də ərzaq yardımıdır, ərzaq uşaqların yeməkləri olsun. Bir də evdə əşya, stolumuz yoxdur, televizorumuz yoxdur. Burada belə yatırsınız. Hə, burada belə. Xanım, o uşaqların yerdə yatmağına mənim ürəyim razı olmaz. 150 manat da mən sizə verim. 1-2 gün gözlə. Mən yenə sizə pul xeyir olsun. Necəsiz? Yaxşısınız inşallah. Şükür, yaxşı olun. Bura yeni romanı gedir yoxsa nə? Yox, safxoz romanı. Safxoz romanı Bəli. gedir. 3 uşaq, bir də siz. Bəli. Bu ev kirayədir. Yox, öz evimizdə. Öz evinizdir Bəli. bura. Əvvəldən burada qalmısınız. Bəli. Keçə bilərik içəri. Bəli, buyurun. Keçin. Bəli. Gəlin, ayaqqabı ilə keçin. Yo, yo, Yoxsa yo. xalça yoxdur. Sənin adın nədir? Lələ deyirik, Vaqifdir. Lələ. Ləliyə baxın. Sənin adın nədir? Güzel. Gözəl. Gözəl, necəsən? Gözəl. Siyah. Bazı ışıqlarımız niyə belə zəif? Niyə O, söndü? mən az yandırıram deyənə, çox yazır deyənə ona görə. Qənaətçil də, hə. Bəli, bilmirik. Gəlirimiz nədir, qazancımız nədir? Burada göy əkillər onu dəstələyirdim. İndi yanıb hələ ki. Gündəlik nə qədər qazanırdınız? Mən baxır da nə qədər qəşi yarımdan da biri. Neçə mən 10 manat qazanırdınız, 20 manat. Yo, az. 5 manat, 4 manat baxır da çox edə bilmirdim. Aya 150-200 manat içələmirdi. Bunlar necə saxlayırdınız? Mən belə üçün dolanırıq da, belə. Qohum, tanış, kömək var belə ətrafdan? Yox, heç kim. Çətinlik. Çətinliyim valla belə olur, valla işıqsız qalırıq. Qonşular sağ olsun, indi açırlar, belə 2-3 manat verirlər, belə qonşu yumurtadan olur, toyuqlar var, verir, uşaqlar belə də dolanırıq. Burada da göyərti yığıram, onunla belə qurtardı. Sizin anavız, atavız var? Atam rəhmətə gedib, qardaşım rəhmətə gedib. Yoldaşınız da tutulub. Bəli. Siz? Mən dedim bu uşaqlar çox çətinliklə dolanırlar. Bax o uşaqlar yerdə yatırlar. Bax onların yeri yoxdur. Köhnə bir matras qoyub biri o vəziyyətdə buz kimi yerdə yatırlar. Bravo. Bax. Onun üstə yatırdılar. O döşəyi də hələ indi veriblər. Bir nəfər gətirib verib o uşaq onun üstə yatır. Ayaq-yalın gəzirlər buz kimi, stol yox, yerdən nə satırlar, yeyirlər. Gecədir görsənmir. O səhər tezdən 6-da durub orada işləyirdi. O sahədə işləyirdi, göy yığırdı, alaq eləyirdi, oradan 5 manat, 3 manat o uşaqlara çörək pul eləyirdi. İndi o göydə ləğv elədi, heç nə çıxmadı. İndi o... Ataları tutulub, evin böyüyü hələ ki sənsən Əli. Bax cala, verirəm sənə bu pulu. Bunu da verirəm Ləliyə. Yenə sağ ol da, belə. Şalar. Şalar. Sağ ol. Cala, bu da sənin. Şalar.